Hörmətli şəhid ailələri, qazilər, qonaqlar, hər birinizi salamlayırıq, hər vaxtımız xeyir olsun dedik. Bilirsiniz ki, 30 iyun Azərbaycanda sevgililər günü kimi qeyd olunur. Hansı ki, bu İlham və Fərizənin sevgi dastanından yola çıxaraq 30 iyun sevgililər günü kimi Azərbaycanda qeyd olunur. Və diqqətinizə çatdırdım ki, bugünkü tədbirin məqsəd və məramı barədə məlumat verəcəm sizə. Deməli, əsgər ailələri cəmiyyəti və vətənpərvərliyin tədbiri ictimai birliyinin Sədaqətin Sükutu adlı proqramı var. Hansı ki, bu proqram Bakı, Abşeron, Zaqatalada keçirilir və bugün Ağstafada davam etdirilir. Və bilirsiniz ki, Ağstafada bizim vətən uğrunda şəhidlərimiz çoxdur. Onların hər birinin dərin hörmət və ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və bir Vəli Mustafayev var, Ağstafadan şəhid tanımız. Bu əsərdə bir Azərbaycan qadının məhəbbəti, sədaqətidir ki, bu sevginin qazanıcıdır. Gəlin öncə Azərbaycan Respublikasının dövləti səsləndirək, sonra davam edəcək. Sən dur. Ulu Öndər Heydər Əliyev, vətənin azadlığı, suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin. İlham və Fərizənin sevgi dastanı onlarla təkrarlanır. 2023-cü il lokal xarakterli antiterror əməliyyatlarının şəhidi arzusuna qovuşan Vəli. Qəlbində daşıdığı iki arzudan biri azad vətən torpağı, digəri isə könül verdiyi arzu idi. Vətən sevgisi, könül sevgisindən qalibi gələn Vəlinin uşaqlıq arzusu idi düşmən üzərində qələbə çalmaq. Bu arzu üçün uşaqlıqdan çalışırdı Vəli. Uşaqlıqdan idmanla məşğul olan gənc qəhrəman 2015-ci ildə Hərbi Fonda idman üzrə birinci ildə çıxırdı. Şəhid haqqında onun həyat hekayəsi haqqında ətraflı video materiallar izləyəcəksiniz. Buyurun təqdim edin.
arzusu yaxşı idmançı olmaq idi Vəli Mustafazadənin. Uşaqlığından bu arzusunu həyata keçirmək üçün çalışıb və istədiyinə də nail olub. Kickboks üzrə yarışlarda iştirak edib və mükafatlar qazanıb. Taleyinə şəhidlik yazılan qəhrəmanımız kickboksing üzrə şəhidlərin xatirəsinə həsr olunan yarışın da qalibi olub. Gözəl idmançı oldu, 9 yaşından kickboksa getdi, gözəl nailiyyətləri oldu, medalları oldu, diplomları oldu, axırda qara kəmərini qazandı. İdmanda qazandığı uğurları əskər kimi də davam etdirməyi arzulayırdı. Bu arzusuna da çatdı. Ötən ilin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirində iştirak etdi. Torpaq bütövlüyümüzü tam bərpa edənlərin sırasında oldu və şəhidlik zirvəsinə ucaldı. Lokal tip antiterror əməliyyatı Vəli üçün yağı düşmənə qisas almaq üçün şərait yaratdı. Vəli Ağdam rayonu Sırğavək kəndində şücaət göstərdi. Qəhrəmancasına verilən tapşırıqları yerinə yetirdi. Mənfur düşmənin artilleriya zərbəsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı. Vəli igidliyinə görə qəhrəmanlığı ilə tarixə yazıldı. Vəli uşaqlıqdan ailəsinin fəxri olub. Onun uğurları ilə seviniblər. Ailəsi və yaxınları indi də onunla qürur duyurlar. Mən Vəli ilə, Vəli dünyaya gələndən fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Vəli kimi oğlun atasıyam. Mən vətənə oğul böyütdüm. Vətən üçün son damla qanına qədər Vəli vətənini sevərək döyüşdü. Və şəhidlik zirvəsinə ucaldı. Mən qardaşımla fəxr edirəm. Yaxşı ki, mən Vəlinin bacısıyam, şəhid bacısıyam. Həmişə fəxr eləmişəm, indi də fəxr edirəm. Vəli Mustafazadənin daha bir arzusu vardı. Sevdiyi qız Arzu adında. Ailə quracaqdılar. Bir ömür birgə yaşayacaqdılar. Amma qismət olmadı. Buna baxmayaraq ayrılmadılar. Vəlinin şəhid olduğunu eşidən Arzu da ölümü seçdi. Hər ikisi Ağstafanın Qarahəsənli kəndində qoşa dəfn olundu. Dastan oldular, nağıl oldular. Bu dünyada qovuşmadılar. Amma Arzu qoymadı onu, Vəliyi qoymadı tək qalsın. Vəli Arzu dastanı yarandı. İkisini də nə deyim? Yəni onlar sübut elədi ki, həm oğlum igid oldu, gəlinim sevgisinə sadiq oldu. Vəli Mustafazadə döyüşlərdəki şücaətinə görə Vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif olunub. Onun Arzu ilə sevgisindən də bir dastan qalıb. Heç zaman unudulmayacaq. Alməmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər. Deyirdim nə vəziyyətdə gələcəksin, tək nəfəs üstündə gəlsin. 3 gün mənim ağzıma çörək su dəymədi, dedim Vəli gəlsin sonra, Vəlidən xəbər çıxmasın. Vəlidən xəbər, dedilər yapıldı, dedilər adı yoxdur, ay Allah, mən 3 gün öldüm, dirildim. Dedilər birinci yaralıdır, Allah'a şükür dedim, şükür Allah tək yara olsun, tək yara olsun. Ama xəbər gəldi, mənim Vəlim şəhid olur. Mənim Vəlim şəhid olur. Iyun ölkəmizdə Sevgililər Günü kimi qeyd olunur.
Bu tarix ölümsüz sevginin rəmzinə çevrilmiş, 20 yanvar şəhidi İlham və onun sevgilisi Fərizənin xatirəsini yaşadır. Onların sevgisi illərdir dillərdə dastandır. Amma bu torpağın qoynunda elə sevgi hekayələri də yatır ki, onları hələ çoxları tanımır. Akstafadakı məzarlığın sükutu insanı ilk addımdan düşüncələrə qərq edir. Yan-yana uzanan iki məzar. Birində vətən uğrunda canını fəda edən şəhid Vəli Mustafazadə, digərində isə sevgisinin ayrılığına dözə bilməyən Arzu Oruçzadə. Onların da arzuları vardı. Gələcəyə dair qurduqları xəyallar, birlikdə yaşamaq istədikləri bir ömür vardı. Amma vətən müharibəsi bu sevginin taleyini dəyişdi. Vəli Azərbaycanın ərazi bütövlüyündə şəhid oldu. Bu xəbəri eşidən Arzu isə ayrılığı qəbul edə bilmədi. Son ürək sözlərini bir kağız parçasına yazdı və özünü xırdalanda 8-ci mərtəbədə binadan ataraq intihar etdi sevgilisinə qovuşmaq üçün. Bu acı xəbər hər iki ailəni sarsıtdı. Sonra isə çox ağır, amma bir o qədər də təsirli bir qərar verildi. Arzunun valideynlərinin razılığı ilə onun nəşi Bakıdan Akstafaya gətirildi və Vəlinin yanında torpağa tapşırıldı. O gün iki bədən deyil, iki ruh qovuşdu. Bugün həmin məzarların önündə dayananda anlayırsan ki, bəzi sevgilər zamanın hökmünə də boyun əymir. Çiçəklər solur, illər keçir, amma sevgi yaşayır. Elə buna görə də Vəli və Arzunun hekayəsi də Fərizə və İlhamın ölümsüz sevgisi kimi yaddaşlarda yaşamağa layiqdir. 30 iyun təkcə sevənlərin bayramı deyil, bugün həm də vətən uğrunda yarımçıq qalan ömürlərin, ayrılığa məğlub olmayan sevgilərin günüdür. Vəli və Arzu sübut etdilər ki, həqiqi sevgi bəzən ömürdən də uzun yaşayır. Onların qovuşduğu yer həyat olmadı, amma əbədiyyət oldu. Bu torpaq isə həmin sevginin səssiz şəhidi olaraq qalır. Sevgi nədir? Bəzən bir məhəbbət toz şəkilləri ilə yox, göz yaşları ilə yadda qalır. Bəzən ağ gəlinlik geyinmək qismət olmur, amma sevgi yenə də ömrün sonuna qədər ürəkdən silinmir. Bu ən böyük sevgilər bəlkə də dillərə dastan olanlar deyil, ən böyük sevgilər heç vaxt tamamlana bilməyən, yarımçıq qalan, amma heç vaxt unudulmayan sevgilərdir. Çünki həqiqi sevgi zamanın deyil, xatirələrin içində yaşayır. Ayrılıq bədəni ayıra bilər, amma ürəkdə yaşayan sevgini heç vaxt öldürə bilməz. Şəhid Vəli və Arzu kimi. Ruhları şad olsun. Bugün 30 iyun sevgililər günüdür. Gününüz mübarək olsun. Böyük sevginiz və ruhunuz qarşısında baş əyirəm mən. Sevgi və sayğılarımla Roza Əli qızı, Akstafa rayonu Qarasəmli kəndi. Bir dəfə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümumiyyətlə fikir verirsinizsə, bütün şəhidlərin şəklinə baxırsan, onların sanki bir baxışında min məna var. Çox təsirli bir görüntüləri izlədik. Bir də Allah rəhmət eləsin və çıxışçılarımızı verməyəcəksiniz. Onlar da bütün şəhidlərimizdən Vəli və Arzunun sevgi dastanını danışacaq. Roza Əli qızı, Əsgər Ailələr Cəmiyyəti və Vətənpərvərliyin Təbliğ İctimai Birliyi sədri, hərbi jurnalist, Qarabağ müharibəsi veteranı. Buyurun. Hər birinizi salamlayıram. Bizim bugünkü tədbirimizdə iştirak edədiyiniz üçün çox sağ ol deyirəm sizə. Tədbirimiz rəhbəri olduğum Əsgər Ailəsi Cəmiyyəti Vətənpərvərliyin Təbliğ İctimai Birliyinin təşəbbüsü və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xətti ilə keçirilir. Təşkilatımız haqqında qısaca bir məlumat verim sizə. Bu təşkilat 92-ci ildə, yəni qanlı qadalı günlərimizdə səngərlərdə təsis edilir, səngərlərdə yaranır. Necə ki, o vaxtlar tez-tez cəbhə bölgələrində olardı, əskərlərlə görüşərdik. Onlardan məktublar yığardıq, valideynlərinə götürərdik. Valideynlər
işi görülüb, elə bir təşkilatı yaradaq. 92-ci ildə səviyyələrdə yəni bunun bölünməsi təsis edilib və sonra proqram hazırlayıb dövlətə müraciət eləmişik, qeydiyyatdan keçirilib. Bu 30 ildə biz nələr gördük, nələr yaşadıq. Xalqımızın acılarına, dərdlərinə, gözyaşlarından şahid olduq. Onlara mənəvi dəstək olduq, təsəlli olduq. Təşkilatımızın xətti ilə tez-tez əsgərlər arasında görüşlər keçirildi, yardımlar apardıq, konsert proqramları təşkil edərək onlara ümid verərək, qələbəyə səsləndirməyə, hər zaman biz dəstək olduq. Məqsədimiz isə, təşkilatımızın məqsədi ordu quruculuğuna xidmət etmək, əsgər və zabitlərimizin hüquqlarını, eləcə də onların ailələrini, hüquqlarını müdafiə etmək, dəstək olmaz. Bu günə qədər, 32 ildir artıq biz bu işlə məşğuluq. Bir ayağımız cəbhə bölgələrində olub, bir ayağımız isə xarici ölkələrdə, Türkiyədə, Avropada Qarabağ gerçəkliklərini anlatmışdır. Hansı ki, ermənilər öz vəhşiliklərini, ölkəmizə qarşı elədikləri, bəşəriyyətin görmədiyi vəhşilikləri özləri edərək, xalqımıza qarşı onu yalanlarını, bəlkə onu biz etmişik, dünyaya yayırdılar. Biz isə öz səsimizi dünyaya yaymaq üçün addımlar attıq, universitetlərdə, məktəblərdə görüşlər keçirdik, Xocalı soyqırımını beləcə belə bir salonda konferanslar verdik, ermənilərin xalqımıza elədikləri işgəncələri beləcə slaytlarla nümayiş etdik və göstərdik ki, həqiqətən Ermənistan işğalçı Ermənistan torpaqlarımızı, bizim duran yerdə insanlarımıza zülm etmişlər, yurt yuvasından didərgin salmışlar. Çox acılar yaşadık, çox ağrılar gördük. Şükürlər olsun ki, Ali Başkomandanın əmri ilə Azərbaycan ordusunun cəsur hərbçilərinin gücü ilə torpaqlarımız işğaldan azad edildi. Biz bu tədbirləri çox keçirdik, vətənpərvərlik əsasında. Amma indi müharibə qurtardı, zəfərdən sonra isə biz tamam başqa bir istiqamətə bu yolda canını fəda etmiş şəhidlərimizə, şəhid abilərimizə dəstək oldu, qazilərimizə dəstək oldu. Bu isə fərqli bir proqram. Şəhidlərimizin dul qalmış qanunlarını, şəhidə sahib çıxmasından, sədaqətindən, övladlarını alın təri ilə, namusu ilə, qeyrəti ilə böyüdərək, o şəhid adını uca tutan xanlarımızı istədik önə çıxardaq. Milli mənəvi dəyərlərimizi əks etdirək, yaşadan, sədaqətli vəfası ilə seçilən Azərbaycan xanlarını, hansı ki, bu xanımların içərisində canını fəda edən şəhidinin yolunda canına verən xanımlar da vardır. Bu xanımlardan biri də Azərbaycan ordusunun cəsur əskəri, ərazi bütövlük uğrunda canını fəda edən şəhidimiz Vəli Mustafayev və onun sevgilisi Arzu Oruçsadayev. Vəli şəhid oldu. Sevgilisi isə bu yoxluğa dözə bilmədi. Canına qıydı. Xırdalanda 8 mərtəbəli binadan özünü ataraq intihar etdi. İntihar etdi ki, sevgilisinə qoşulsun. Bax, bugün 30 iyun sevgilər günüdür. Hamımız 20 yanvar şəhidi İlhamı və onun xanımı canına qıyan, onun yoxluğuna dözə bilməyən, intihar edən Fərizəni yaxşı tanıyırıq. Sevgi dastanı yazan Fərizəni. Çoxları hamı tanıyır onu, amma tanımayanları da var. Arzu kimi cəsur, sevgisinə sədaqətli olan Arzu xanım Fərizənin davamçısıdır. Biz də istədik onu tanıdaq. Neçə vaxtdır sosial şəbəkələrdə paylaşımlar edirik, qəzetlərdə, saytlarda onların haqqında yazılar yazırıq.
yazılır. Bugünkü tədbirimiz də elə onlara həsr edilir. Mən bu ailəyə, yəni 2 gündür bu ailənin qonağıyam. Hər gün onların hər bir ailə üzvləri ilə söhbət edirəm, göz yaşları dayanmır. Anamın bu sözü isə, yəni heç unutmuram. Deyir ki, bir təsəvvürüm var, oğlum orada tək deyil. Yəni bildiyiniz kimi bayaqki o süjetdə deyən mənim süjetim idi ki, orada izah edirəm ki, bu hadisə hər iki ailəyə təsir elədi, hər iki ailəni sarsıtdı, amma ondan da daha bir ağır bir qərar verildi. Arzunun, yəni nəşri Bakıdan gətirildi, Vəlinin oyduğu məzarlıqda, yəni onun yanında dəfn edilsin. Belə də etdilər. Və ana deyir ki, mənim yeganə təsəvvürüm budur ki, indi oğlum orada tək deyil, gəlinin də onun yanında qoyur. Allah hər ikisinə rəhmət eləsin. Dünəndən bura yəni çox paylaşımlar edirik, çox danışırıq. Mən bu Ağstafa rayonuna gələndə, icra hakimiyyətinə getdim, öncə əlaqə bu tədbiri keçmək üçün müraciət elədim. İcra hakimiyyəti, şəhid ailələri və qazilərlə iş şöbəsi, Ariz müəllimlə əlaqə saxladım. Ariz müəllim, bəli. Ariz müəllim çox gözəl bizi qarşıladı. Onunla getdik, Ağstafa rayonunda işlədiyi şöbədə görüşdük və sonradan yaxından tanış olanda öyrəndim ki, Ariz müəllim özü elə müharibə veteranı. Həmişə deyilən tədbirlərdə dediyim kimi bugün də deyiləm ki, müharibənin ağır acısını anlamaq, yaşamaq üçün gərək özün o ağır acıların içində olasan, onun şahidi olasan, onu yaşayasan. Müharibə nədir? Hər adam müharibənin nə olduğunu anlaya bilmir. Müharibə, o beləcə göz yaşları içərisində yaşamaq, hər an həyəcan, stres içərisində olmaq, əlləri dostu anlamaq, yaxınlarını, doğmalarını göz önündə itirmək və onu torpağa bastırmağa belə macal tapmamaq. Budur müharibələrimizin qarşısında baş əyirəm, onlara biz borcluyuq. Onlar olmasaydı bu zəfəri biz yaşamazdır. Ruhları şad olsun. Həqiqətən çox təsirləndim. Yəni, yaxşı olar ki, Ariz müəllim, siz davam edəsiniz. Çox təşəkkür edirik iştirak və çıxış üçün. Qeyd edeyim ki, bugün dövlət tərəfindən müvafiq sərəncamı ilə deməli, sən bilənlərsə Ağstafada 35 nəfər şəhid vətən uğrunda xidmətə görə 3 dərəcəli medali ilə tərtib olundular, 35 nəfər Ağstafada. Və ətraflı Ali Sərməliyyətin çıxışında deməyəcək, Ağstafa rayon icra hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin müdürü. Buyurun arzularınız. Qazilərimiz, veteranlarımız, rayon sınırlı müəllimləri, hər birisi sağ olun. Mən Allah Teala'dan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimiz Allah şəfa versin. Allah veteranlarımızı qorusun. Bildiyiniz kimi bugünkü tədbirimiz Roza Əliqızı Bakı şəhərindən Ağstafa rayonuna gəlibdir. 500 kilometr yol qət edib gəlibdir. Məqsəd burada şəhidlərimizin adını yaşatmaq və etibarlı şəhid xanımları necə ki şəhidlərimizə sadiq olurlar. Bu mövzuda bir gözəl tədbir təşkil olundu. Roza xanım, mən sizə minnətdarlıq edirəm, təşəkkür edirəm. Həqiqətən çox məsuliyyətlə yanaşdınız bu işə və siz özünüz vurguladınız. Bir ay öncədən biz dəfələrlə telefonla əlaqə saxladıq. Aydın, bu işi necə edək, nətər edək, buradan problem olar, belə olar, dedim Roza xanım, heç bir narazılıq. Hətta şəhid atası Ceyhun qardaşla mənlə əlaqə saxladı. Ceyhun qardaş, qəti ilə şəhid ailələrimiz sağ olsun. Bir dənə mən qürbəsine satmışam. Hamısı gəliblər, əksəriyyəti gəliblər, iştirak edirlər. Bütün burada iştirak edən qonaqları hər birinizə mən öz minnətdarlığını bildirirəm. Bütün onları məktəbin kollektivindən, mübarizələrlə minnətdarlıq edirəm. Dünəndən həqiqətən çox həyəcanla, məsuliyyətlə öz işin öyrəsindən gəldi. Var olun, sağ olun. Mən deyim ki, bizim Ağstafa rayonunda şəhid hanımları var. Şəhidlərimiz Ağstafa rayonunda yaşayır. Məsələn, Örvə kəndindən Əmrahov Yemin qardaşın yoldaşı var, Sadıqov Samirin yoldaşı var, Abdullah Evliyevcinin yoldaşı var, İnan Səmiyyətinə hər hansı bir tədbir olanda, qanı bazıları
baş qazilərin gələcək, iştirak edəcək. Bakıda olan şəhid yoldaşları var. Məsələn, Əhmədov Mahmudun yoldaşı var. Deyirəm, atam, 500 kilometr yoldur, uzaq yoldur, gəlmə, niyə bilməzsiniz? Bizim şəhidin adından çəkilən yerə mən mütləq gələcəm. Siz bizi dəvət edin. Onlar gəlirlər. Eləcə də yerdə olan Namazov Mahmudun yoldaşılar, Piriyev Eşənin yoldaşılar. Hər tərəfdə onlar bizim yanımızdadır. Onlar bizim yanımızdasa, deməli, öz şəhid həyat yoldaşlarının ruhuna sahibdirlər. Allah o bacıları qorusun. Allah onların evlatlarını qorusun. Həqiqətən onlar yaşamalıdır ki, bu cür balalar boya-boya çatsın, xalqımıza, millətimizə yararlı evlatlar olsun. Ən vacib şəhid valideynlərinə Allahdan səbir diləyirəm, dözüm diləyirəm, sizlərə möhkəm can sağlığı arzulayıram ki, bu böyük, bu nəvələri mənim sürəyə çatdırın. Allah sizləri qorusun və bütün burada iştirak edən cəmiyyət sədrləri var. Mən sizlərə, hər birinizlə kollektiv var, Qarançanı kəndindən kənd cəmiyyəti gəlirdi. Bütün bu tədbirdə iştirak edən yoldaşların hər birinə öz minnətdarlıq edirəm. Çox sağ olun, var olun. Sağ olun. Qeyd edeyim ki, Vəli Mustafa Zadə 2023-cü il lokal xarakterli anti-terror əməliyyatının şəhididir, hansı ki, suverenliğimizin və ərazi bütövlüyümüzün tam bərpa olunmasında böyük şücaətlə döyüş. Ümumiyyətlə, bütün şəhidlərimiz döyüşlərdə öz şücaəti və cəsurluğu ilə seçilir. Mən bu məqamda Ulu Öndər Heydər Əliyevin bir fikrini xatırlatmaq istəyirəm. Mümkünlükdir, deyildi ki, biz azlıq, biz müstəqillik. Biz özümüz, öz tarihimizin sahibiyik. Biz heç kimin asılı deyilik. Bəli, bu ümumi liderin illər öncə səsləndirdiyi bu fikirlər bugün bütün şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində öz təsdiqini tapır. Çünki biz bugün qalib xalqıq, özümüz, öz tarihimizin sahibiyik və beynəlxalq aləmdə söz sahibiyik. İndi növbəti çıxışımızı dinləyəcəyik. Deməli, biz Zahid Hacıyev, Əfqanistan Müharibə Veteranlar İctimai Birliyinin Ağstafarovun filialının sədri. Qısaca izah etmələrində çıxışını dinləyəcəyik, daha sonra davam edəcəyik. İlk növbədə şəhid ailələrinin tədbiri yeni bəyanat edilir. Tədbirə təşkilatı dəstək verdiyinə görə Ağstafarovun icra etməsindən bütün iştirakçılara özlərinin minnətdarlığını bildirirlər. Çünki bu cür tədbirlərin mütəmadi həyata keçirilməsi bizim kəndçilərimizdə vətənpərvər ruhunun özünə inamı artırır. Şəhidlərimiz öz şəhidlik zirvəsinə ucalmaqla, öz qanlarını vətən torpağında törməklə işğalda olan ərazilərimizi işğaldan azad etkilərinə görə bir millət olaraq, dövlət olaraq bizim başımızı ucu elər. Bu günləri 20-ci ilə qədər bir Azərbaycan var idi. Lakin bu qələbədən sonra 20-ci ildən sonra Azərbaycan regionunda sülhün təminatçısı kimi çıxış edir və Cənubi Qafqazda böyük güc sahibidir. Mən bir məsələyə toxunmaq istəyirəm. Həmişə evladı valideyninə görə tanıyırdılar. Bu günləri şəhid valideynlərinin başı ucadır ki, onları şəhid valideynləri kimi tanıyırlar. Və bütün şəhidlərin qarşısında, onların valideynlərinin qarşısında baş əyirəm ki, vətənə, dövlətə bu cür evlad yetişdirdilər. Hər bir şəhidin elə bir onların xatirələrini vərəqləndirdikcə, hər bir şəhidin taleyi tanrı tərəfindən yazılmış kimi qeyd olunmalıdır. Çünki şəhidlik elə bir zirvədir, onlar ölməklər daimi yaşayırlar və günlərdə bizim bura toplaşmaqda əsas mənim məqsədimiz odur ki, şəhidlərimizin əziz xatirəsini yad edək və onları yaşatmaq bizim bir millət olaraq, bir vətəndaş olaraq mənim borcumuz olmalıdır. Bir daha şəhidimizə və onun sevgilisinə Allahdan rəhmət diləyirəm. Yerlər cənnət məkan olsunlar və onların valideynlərinə də can sağlığı, belə qürurlu olsunlar, başları dik olsunlar. Bunlar bizim hamımızın ərzimizdir. Bir ömür boyu biz şəhidlərimizə, onların valideynlərinə
Çox sağ olun. Çıxış üçün minnətdarlığımızı bildirdik. Bəli, bugün bütün şəhidlərimizin ruhu şaddır. Bütün şəhidlərimiz Azərbaycan xalqının qəlbində, qürurunda yaşayıb və yaşayacaq. Çıxış üçün söz verilir Ceyhun Əliyev. Qarabağ əlillərinə qayıtlı İctimai Birliyinin Ağstafaron filialının sədri. Buyurun Ceyhun Əliyev. Mən də hamı bütün təbliğ işçilərimi salamlayıram. Öz növbəmdə birliğimizin adına buradayam. Allah şəhidlərimizə rəhmət eləsin deyirəm. Biraz bəstə yapmamışdır, səsi pisdir. Qazilərimizə can sağlığı versin. Şəhidlərimiz, qazilərimiz əsr qəhrəmanlarıdır. Mən deyim, dünyada hələ belə bir ordu yox, çünki 44 gündən vətən torpaq azad eləsin. Onu yazırlar, danışırlar, hamılar. Biz də qürrüz keçmiş hədisilər. Mən nə deyim, Allah rəhmət eləsin, vəlimdən arzuyum. Mən 1990-cı 20 yanvarda İlhamla Tərizənin bəhrində iştirak eləmişim. Və həmin hadisələrdə iştirak eləmişim. Bu günlərdə burada çıxış eləmək mənə nəsil olur. Köprüsüzdən nə qədər vaxt keçir və vəlimin və arzumun bəhrində iştirak eləmişim. Mən xanıma təşəkkür edirəm və rəhbərinə təşəkkür edirəm ki, belə bir tədbir keçirdim və çox sağ olun deyirəm. Allah bütün şəhərlərimizə rəhmət eləsin. Böyle bir şey vurguluyum ki, həmin arzumun dəxilini təşkil edirəm Qazaq Qeyriyə Cəmiyyətinin sədri İlham Peyğəmbərova təşəkkür edirəm. Onu onlar təşkil edirəm, onun yanında çıxartma olmaz. Xahiş edirəm bir almışlığa bir Peyğəmbər olmaz. Çox sağ olun. O Azərbaycan xalqının olmalıdır. Sizə təşəkkür edirəm. İnasınlar belə vermişlər, bütün şəhidlərimiz üçün olsun. Və bu sevgililer günündə anası həqiqətən də arzu qəhrəmanı verir. Və gələcək nəslədir örnek, düz intihar olmaz, ancaq belə bir sevgili örneği. Çox sağ olun, təşəkkür ederim. Bugünkü tədbirdə Sədaqətin Sükutu adlı tədbirdə bizim şəhid ailələrimiz iştirak edib. Qarşımızda var şəhid ekranımız. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin və buradakı şəhid ailələri adına bizim şəhid anamız, ailəmizin anamız çıxış edir. Mən də ilk növbədə buraya yığışan bütün insanlarımızı, bütün vətəndaşlarımızı salamlayıram. Şəhid anasına, şəhid atasına. Allah səbr gözün versin. Birinci Ağstafanın icra partisi Seymur Oyuncular və bizə qayğı göstərən həmişə Ariz mənim sizə özlərinin təşəkkürümüzü bildiririk. Həmişə şəhid ailələrinin, qazi veteranların yanında olursunuz. Allah sizdən birənin razı olsun. Mən Vəli balamında, Arzu balamında, dəfnində həmişə iştirak eləmişəm. Allah elə sevgini heç bir vaxt unutturmaz. Vəli balamda, Arzu balamda, Fərizə balamda, İlham balamda. Allah onlara qəni-qəni rəhmət eləsin. Mən şəhid Rəşadə Turdeni, Əhmədov Mahmud Fərmanoğlu'nun anasıyam. Mən fəxr edirəm ki, mən Mahmudun anasıyam. Mən fəxr edirəm ki, mən evimdə bəsləyib böyütdüyüm, süd verdiyim bir qəhrəmanın anasıyam. Arzu edirəm ki, həmişə Azərbaycan torpağı, bayrağı ucalarda dalğalansın. Heç bir vaxt biz yaşamışıq, heç kim belə acını yaşamasın. Allah sizdən razı olsun, şəhidlərimizin yeri cənnət məkan olsun. Allah ailələrinə səbr dözüm versin.
Başka işine demirəm. Benim Mahmudumun 2 evladı var. 2 kızı var. Bir kızının yüzünü görür, 2. kızının yüzünü görür. İnanırsınız Allah'ın adına and olsun ki o 1. kız atasından 5 yaşıydı. 2. kız atasının yüzünü görmürdü. Siz təsəvvür edin. Mənim o nəvəm atasını məzarına qaçan qaçır ki, deyir, olar mı mən burada yatam, atamdan söhbət edirəm. İnan Allah'ına, indi gələsindilər Avqustun ikisi Mahmudun ad günüsüdür. İnan Allah'ına, atası yatdığı yeri, yəni bir dəfə deyir ki, Mahmud gül bu otaqda yatır. İminavoy gedib atası yatdığı otaqda yatır. Krafat bilməyəm, atam mənlə burada yatır daha. Təəssüflər olsun ki, hiç Mahmudun yüzünü görmüyor. Hiçbir aileye, hiçbir ata, anaya evlat dağı verməsin. Həmişə ailələrinin üstündə olsun, balaları öz ailələrinin üstündə, ailələr də öz balalarının üstündə hiçbir vaxt əski olmasın. Sizə səbir gözüm diləyirəm. Gecə yoxsuz gecələriniz olur. Saat 2'ye kim yatırır, 2'den sonra 5'te benim işe gideceğim. Koy bir de şimdi yuhu alalım. Bilmeyin telefona bakıp değil, sesi çıkır. Bilmeyin diyelim, ya Rabbi, balam beni barıştı, ben istiyorum, döşeğe yatıram. Sen o siyonun mezarına oturmakta çıkıyorsun balam. Beni barıştı. Allah sabır versin. Allah sabır versin. Bütün şəhid analarına, şəhid atalarına Allah səbir versin. Devam ettirdik, bildirdik ki, bugün Vəli 2 arzusuna qovuşur. Vətən torpağının azadlığı, bir də sevgisi arzuya. Və bütün şəhidlərimizin sayəsində bugün Qarabağ azaddır, Xankəndi azaddır. Bugün Qarabağda öz çörəyimizin ətri gəlir, öz işığımız yanır. Bugün biz dünyada qalib xalq kimi tanırıq və bugün Qazanın 4 kəndi işğaldan azad. Bütün bunlar hamısı şəhidlərimizin sayəsindədir və bu da bizə təsəllidir. Çünki biz zəfər qazanmışıq. Bir daha bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik. Diqqətinizə və iştirakınıza görə minnətdarlığımızı bildirik.